Ancaq ürəyində vətən və dövlət sevgisi, damarında pak qanı olmayan insan qəhrəman ola bilməz. Qəhrəmanların əbədi var olsun Azərbaycan. İndi isə çıxış üçün söz veririk General-Leytenant Yaşar Aydəmirova. Buyurun. Vaktiniz hayırlı olsun. Bugün kahramanımızın babasına ben teşekkür ederim. Biz öğrenciden orada konuşuyorduk. Evler Türkçe'yle sohbet ederken bu vakitte olmuşam. 50'er gün tanışam, tanıdım. Şöyle ben atam da milli kahramanım. 50'er'in tavrında olmuşum. Bir şekilde gösteriyorum. Bu vakti General-Leytenant Berşatlı'nın emriyle biz oraya gitmiştik. Yeni yaranan harbisiler kemerinde bir şekilde. Bu tavrı Dalbay'la yaratmıştı. Ben orada gören nizam intizamı uzun müddet sonra görebilmedim. Biz rahmetli Geliyor Aliyev'den Kubat'ın birçok kentlerinde Barıcı bilgiyle, Şahit bilgiyle, Yazı Düzü'nün oğlu Seyitler, Melek Uluşağı vesaire kentler geçti. Ben sorsun Aliye'den ki, bunlar bu herbi kayda kanunları hardan bilir? Telep beyler. Ben gibi istemiyorum sonra oradan Hasır öyle gittim. Orada Hatice Güven karşılıkla Hamsın Özlü Bey her maharet serkerdesi gibi telep. Önce Kubat'ta benden soruşu. Bu ne ter olmalı? Binalarını sahaya az şekilde olmalı. Kamadiller az şekilde emir vermeli. Müdafaa nece korunmalı? 125 kilometre arazini Kubatlı'nın cemaati Eliyar Aliyev'in müdafayı müellimi bu rahmetli sayesinde diğer kahramanlıktan sayesinde saklayabilir. Kubatlı'da ben gurur gördüm. Kubatlı'da ben kahramanlık gördüm. Kubatlı'da çok yerde görebilmediğim nizam, intizamı gördüm. Eliyar Aliyev'in bir kelimesi var. Yaşar benim en büyük arzum birisi nedir? Dirim nedir? Bir tane kadro zabit olaydı, her mektep bitirmiş, Kubat'tan bir zabit olaydı. Dedim Eliyar, Azerbaycan ordusunda 20. əsrdə en güçlü General-Leytenantı, Piyade General, Tank Kurşunlar Komandanı Behşat Kubatlı ərazisi verir. Həmin il kömək elədi, 30'dan artıq zabitlər qəbul oldu, özlərinin kömək, mənim köməkliğimdən. Nümayiş Barkudarov'da, rahmetli Şükürov'da, Bilal İdris'in de akademide bu da okuyup aldı. Ve başka zabit sahipler. Bu batları ben belki de özüm doğduğum illerde aylara gelebilirim. Bu vatanı çok seviyorum. Niye? Çünkü ben orada çörek kesmişim. Çünkü ben orada gayret gördüm, namus gördüm. Hansı zabite askere yakınlaşırsam, orada yakınlaşan elbette hiç kez bir söz yok, sözü değil. Minalanmış sahene diyelim düzgün ilememsin, bir elim baş üstü yaşarmıyor. Ne bileyim, posta atışma oldu, hamımız cumhurun orada, baş yaşarmıyor, nece değilsin. Oturup akşam saat 11'de Eliyar Aliyev diyor ki, bu döyüş nizamnamesini ben başa düşürüm okuyuram, bunu için yaxşı bilirim. Ancak burada arkada skemler var, hiç bir şey başa düşmüyor. Dedim Eliyar, 2-3 dakikadan sonra sen bu skemin akademik olacaksın, müdafianı korunmasan. Sonra ne kadar olursa, başa salan kalmış. Sonra ben de gece istirahat edeyim. Bütün zabitleri yedim. Ben de bu rahmetiydi. O olayla başa saldım. O yukarıda dağlar, o çaylar, dereler gitmemeliydi. Gitti ona göre ki başçı yok idi. Azerbaycan arazisinde 5 divizya dislokasyon olmuştu Sovyet ordusunda. Ne Ermenistan'da o kadar divizya yok idi.
Necə ki Gürcüstanda. Məhz Ulu Öndər qayıdandan sonra Naxçıvan diviziyasının bütün silah sursatlarını götürdü. Bugünkü ordu Ali Başkomandanımızın rəhbərliyi altında və Ələkbər Əliyevin o keçdiyi döyüşlərini təhlil edərək dünyada tarih bərabəri olmayan bir qələbə qazanmışdır. Mən sizə sadəcə xırda bir neçə epizod demək istəyirəm. Dünya ülkeleri Azerbaycan'ın bu müharibesinden sonra araştırmaya başladılar. Dronlar necə istifade olunur? Hiç kez bilmedi. Amerika'nın ekspertleri deyir ki, mən gəlib bu milletin yüzüne de bakmak istedim. Bu Şuşa qalasına da necə dırmaşdılar ona bakmak istedim. Allah bizi sevir. Biz həddinə də ziyalıyıq, tərbiyəliyik. Heç kəsə söz demərik. Ancaq biz əsəbləşlərində biz çok şey diyelim. Allah rahmet eylesin. Allah balalarını korusun. Belə qəhrəmanların balaları çok olanda nesiller qəhrəmanlarına dolu. Hiç kez Azerbaycan'ın bu gün cürət edip bir hareket edebilmez. Azerbaycan ordusu dünyanın 21. əsr ordusu. Hal-hazırda mən Hərbi Akademiyada ders veriyorum. Yeni o bir Kubatlı generalı gelip orada ders geçir. Benim verdiğim ders müharebe ve hərb məharəti. Yani sərkərdə necə koşmalı bilmez. Allah sizi korusun. Yine bir Kubatlı torpağına kayda. Bey'le ben söz verip oralara gidip yani gezeceğiz. Orada ettiklerin orada şehitlerin tebrik ziyaret edeceğiz. Kubatlı şehrine giren anısız arzuyorum. Çıxış üçün söz verilir milli qəhrəman Ələkbər Əliyev. Yaşar müəllimin çıxışından sonra elə gözəl danışdı, elə gözəl təsvir elədi ki, mən də istəyirəm ki, həm elə, həm də biraz fərqli bir fikrimi bildirim. Bilirsiniz, Azərbaycan müstəqillik qazanımdan sonra Azərbaycan müstəqilliyi istəməyən, onun müstəqilliyi boğmaq istəyən qüvvələr Azərbaycanın hər tərəfdən təsir edirlər ki, sərhəd kəndlərində, sərhəd mövqelərində atışmalar təşkil edirlər, müəyyən təxribatlar təşkil edirlər. O vaxtı Azərbaycanda 14 dənə ərazi müdafiə tablosu, Nazirlər Kabinetinin qərarı ilə ərazi müdafiə taborları yaradıldı. Biri də Kubatlıda yaradıldı, 14 tabordan biri. Taborun sizə təsəvvür edin ki, silahların nədən ibarət? Silahlar səmi 10 dənə, 12 dənə predelt olmuş, düzəldilmiş avtomatlardan məktəbdə də o çevrilir. Tədricən. O silahlarla az bir miqdarda sərhəd kəndlərində birinci mövqeyi sərhəd kəndlərində. Cibildə, aşağı yuxarı, əhali köçməsin, əhali müdafiə olsun, təxribat olunmasın, orada olan əhali, dinc əhaliyə müdafiə olmasın. Uğurla istər sərhəddə, istər əhəyində, istər aşağı yuxarı cibildə, uşaqda, istər Noğulda, digər ərəflərdə, istər başarası olmasın. Bizə üstümüzə milletin üstü olsun, ama o da bizim üstümüzdedir. O bizim milletin qeyriyyətin üstündedir. O da bizim ləkədir. Ələkbər Əliyev postlara gidəndən, döyüş mövqedən gedənkən hamısı öz kəndçilərindən bir epizod təşkil etmişdir. Rəhmətli Aslanın birlikdə, o da Murat Xan'ın, o da Xəndək, Murat Xan'ın olar bir bölüyü. Əvəzdən çıxışlar. Hamı korktan sonra, döyüşdən sonra çıxır gedilər. Ələkbər Aslanın təzən qaydıqlar. Dedim, gedin şimdi de sinirlərdir. Yox, qətlən bir hadisə olar, döyüşlər. Biz elə burada olar ki, biz də bunlarla gidiyorlar. Yani evimizin burada, Laçın burada, yaxınlıqdan gəldi bizim evimizdən keçmiyor. Yani onun için çok fedakarlık. Axırıncı döyüşlərindən önündə bir neçə döyüş əməliyyatlar oldu. Yani ben bir neçə dəfə demişəm. Can sağlığı arzulayıyorum. İndi isə sözü veririk. Aslan Atakişiyev adına Muratxanlı Kənd Tam Orta Məktəbinin direktoru, direktor və şagirdləri komandasına. Buyurun, çıxışları olmalıdır. Buyursunlar.
Adnan Müslüman şeyler seçmeyelim paylaşım. Ələkbər Əliyev Bakı rayon Aslan Atakişiyev və Muradxanlı kənd orta məktəbinin şagirdi olmuşdur. Bu təhsil ocağında aldığı, qazandığı bilik və bacarıqlar onun vətənə qayğısını, vətənə məhəbbətini, dünya görüşünün formalaşmasında mühüm rol oynamışdır. Bu gün burada Ələkbər Əliyevin adının çəkilməsi həmin məktəbin bir şagirdi kimi mənim üçün çox fəxr və qürurdur. Mən fəxr edirəm ki, Ələkbər Əliyev kimi, Aslan Atakişiyev kimi bir milli qəhrəmanlarımızın təhsil aldığı bir tədris ocağında mən də təhsil olmuşam və fəaliyyətimi bu təhsil ocağında davam etdirirəm. Ələkbər Əliyev minlərlə Birinci Qarabağ Savaşında müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biridir. Onun qəhrəmanlığı haqqında burada çox danışıldı. Biz bir Azərbaycan vətəndaşı olaraq bütün şəhidlərimizin qarşısında baş əyirik, onların qızları qarşısında baş əyirik. Onların ailələrinə göstərdikləri o sözün mətanətə görə minnətdarlığımızı bildiririk. Nə qədər ki Azərbaycan xalqı var, nə qədər ki xalqımız yaşayır, hər zaman bu torpaqdır şərəfimiz, şanımız, qurban olsun qarışına canımız. Bu torpağın qiymətini bilməli. Hər qarşında vardır şəhidin qanı. Torpaq uğrunda getdi onun canı. Mərd oğlunu axtar, ara, sən tanı. Bu torpağın qiymətini bilməli. Bu torpaqdır gözümüzün bəbəyi. Azad, hürrəm, vətənimin diləyi. Torpaq ilə sızıldayır ürəyi. Bu torpağın qiymətini bilməli. Bu torpağın qiymətini bilməli. Sənə zəfər yaraşır. Bugün hisslərim yarışır. Sevinclə qəhər qarışır. Sən qalibsən Azərbaycan. Səmanda quşlar sevinir. Günəşin, ayın sevinir. Qışında yayın sevinir. Sən qalibsən Azərbaycan. Sevincdən nəfəs kəsilir. Göydən sanki nur ələnir. Hər yan üç rəngə bələnir. Sən qalibsən Azərbaycan. Sən qalibsən Azərbaycan. Bu yüksələn bayrağım qəlbimə qürur mənim. Ana vətən eşqi ilə ürəyim vurur mənim. Vətən andı içməyim, varlığımdan keçməyim, şəhid yolu seçməyim, müqəddəs diləyimdir. Mavi mənim göyümdür, yaşıl cənnət payımdır. Qanımda çimən torpaq, bugün mənim toyumdur. Dalğalan uca bayraq, min yaşa. Ana torpaq, səni qanla suvarmaq, qədərim haqq sayılır. Ey adlı qəhrəman, adsız qəhrəman, qarşında yağılar, diz çöküb titrər. Şükür, sənə tərəf döndü dövran. Daha nə itirsən, düşmən itirər. Gözünü yummadım soyuq səngərdə. Gecələr bizim də yuxumuz azdı. Yeni tarix yazdın, zəfər qazandın. Başın uca olsun, ay canım gözüm. Vüsala yetişdi könül sevdası. Sayəndə güləcək Azərbaycanım. Gəldi Qarabağın o xoş sədası. Gəldi Qarabağın o xoş sədası. Müjdə ver ulduza, müjdə ver aya. Bu nə bir xəyaldır, nə də ki röya. Eşitsin kainat, eşitsin dünya. Biz qalib ölkənin vətəndaşıyıq. Düşmən iqqəsindən alışıb yansın. Bu üç rəngli bayraq hey dalğalansın. Millətim özünü qoy xoşbəxt sansın. Biz qalib ölkənin vətəndaşıyıq. Zaman səhvləri ilə batdı günaha.
Sevincdən titrəyir hər göyüm, yerim. Yarım ürəyimi sizə göndərim. Siz Ali Baş Komandan, siz ey əskərim. Biz qalib ölkənin vətəndaşıyıq. Biz qalib ölkənin vətəndaşıyıq. Sitesindeydi belediye. Əliyara tabiydiler. Əliyar Əliyev'de Nusret Namazova tabiydi. Belediye. Nusret Namazov da general, hörmətli general Bəşər müəllim dedi. Bunların hamısı da general Bəşərli silsilə ora qədər gelib çatırdı. Yani bunlar İptidai formada, öz fəaliyyət formasında vuruşurlar, döyüşürlər, silah-suçlar yoxdur. Mən özümdən neçə dəfələrlə gecə posta dayanmışam, durmuşam, silahsız. Sizlərin xətri mənim üçün çox əzizdir. Mən uzun illər Qubadlı rayon məhkəməsində çalışmışam və Qubadlıların necə dövlətə, dövlətçiliyə xidmət eləməsi və torpaqların necə sevməsi mən özüm şahid olmuşam. Ona görə bir daha sizin hər birinizi salamlayıram. Bu günləri mən şəhidimiz Ələkbər Əliyevin videolarına baxanda doğrudan da qəhərlənirəm və kövrəlirəm. Ona görə ki, bizim belə qəhrəman övladlar olub, belə qəhrəman vətəndaşlarımız olub. Onun orada necə videorolikdən də görsənir ki, necə bir vətənpərvər ruhunda olan bir insan, necə gözəl bir ailə partisi olması doğrudan da bundan xəbər verir ki, Azərbaycan xalqı nə qədər qüdrətli xalqdır. Bəli, hörmətli alimimiz bayaq çox gözəl qeyd elədi. Məhz o dövrlərdə, 90-cı illərdə o dövrdə bilirsiniz ki, hakimiyyətdə olan AXC Müsavat cütlüyünün səriştəsiz hakimiyyəti dövrünə düşmüşdü. Amma buna baxmayaraq, Ələkbər kimi qəhrəmanlarımız sübut elədi ki, Azərbaycan xalqı necə qəhrəman bir xalqdır. Azərbaycan xalqı öz torpaqlarını necə sevir. Bəs o dövrdə onlar öz qəhrəmanlıqlarını, şücaətini göstərdilər və Azərbaycan xalqını qəhrəman xalq kimi dünyaya tanıdılar. Və bizim qədir bilən xalqımız Azərbaycan... Salam, hər birinizi salamlayıram. Bakı şəhər Xətai rayon 204 nömrəli məktəbin müəllim kollektivi və şagird adından, şagirdlər adından hər birinizə salamlar gətirmişik. Bugün biz Ələkbər Əliyevin 70 illik yubileyinə toplaşmışıq. Doğrudan da şərəfli bir gündür. Milli qəhrəmanımız Ələkbər Əliyev keçdiyi yol kaş hər birimizə qismət olardı. 1988-ci ildə hadisələr işləmə başlayanda demək olar ki, azınlaşmış mənfur düşmənlər millətin içində yaşadığım üçün bilirəm ki, onlar bir o qədər döyüşkən və deyirlər. Onlar çox qorxaq, başqalarına həmişə arxalanan, başqasının gücündən istifadə edən bir xalq idi. Onların da vasitəsilə bizim torpaqlarımıza hücum edilər. Amma Ələkbər Əliyev kimi igidlərimiz, burada oturan zabitlərimiz, qazilərimiz, həmin dövrdə döyüşən bizim vətənpərvər oğullarımız silah az olsa da düşmənin qarşısına çıxdı. Və mən deyərdim ki, 44 günlük müharibənin qələbə mənim anamdır, vətən mənim ailəmdir, mən onu qorumalıyam. İndi bizim ölümlə çarpışan çağımızdır. Ölümün boğazından yapışan çağımızdır. Ölümlə tərcümansız danışan çağımızdır. Ana, alamızdır. Vətən məni çağırır. Bu yolda eylənə
Göy bayraq Allah'dır ana. Vətən məni sanır. Bu səhra məhkəməsi onun qərarıdır. Bircə addım arkada sulbit divarıdır. Bu yurtta yeri yok, hakkı yok, feraridir. Ana, Allah'dır, məni vətən sanır. Gücünə qəzəbini, zəhmini də qata bil. Düşmanın varlığında pələk kimi yata bil. Bu dağları baba bil, bu daşları ata bil. Anacan, Allah'dır, vətən məni sanır. Anacan, Allah'dır, vətən bizi sanır. Dağdan, daşdan, girem, kıram, her gün yoluna bakarım. Senin için çok tez kaybederim. Yolunu gözleyecek dağlar, şelaleler, buz bulanlar. Oğlum zaferle gaydar, oğlum zaferle gaydar. Ben şehidem, ölmemişem. Şehitler ölmez silahlı. Ölmemişem yaşayıram. Dönüp vətən torpağına, torpağıma karışmışam. Sarılarak bayrağıma, bayrağıma karışmışam. Ben şehidem, ölmemişem. Kile olup karışmışam vətənimin havasına. Cismin kötü bayraktan, ruhum elan sizinledir. Şirin bir hayala dönüp, kim kime nazlar, tez yerden kurtulan. Ben şehidem, ölmemişem. Şiirlerde, gazellerde şairam. Resimlerde, filmlerde, eserlerde aşiram. Halkımın Hörmətli milli qəhrəman ailələri, bacı qədər yaxın olan Fərimə xanım, Gözəl xanım, Sevil xanım, Sabit qardaşım, sizə çox sağ ol deyirəm. Bu tədbirdə iştirak edən bütün gözəl insanlara, hörmətli qonaqlara, öz ailəm adına, övladlarım adına, rəhbərin bacısı qardaşlarıma çox-çox təşəkkür edirəm. Sağ olun, var olun. Bu işdə əmək olan hər kəsə yenə dönə-dönə sağ ol deyirəm. Qubadlı rayon icra hakimiyyəti, hörmətli, dəyərli Malik müəllim başda olmaqla, Qubadlı rayon icra küçüləri, Alleverdi müəllim, Sənan balam, Firman balam, əməyi çoxdur bu işdə. Allah onlardan razı olsun. Bugünkü gündə bizə dəyər verdiniz, bizi qürurlandırdınız, elə ki, şad edərsiniz bizi. Çünki bir söz var, deyim var. Deyirlər ki, şəhidlər vurulanda ölmürlər, unutulanda ölürlər. Bax, belə görünür ki, şəhidlər doğrudan da unutulmur. Allah sizdən razı olsun. 94-cü ildə ulu öndərimiz Heydər Əliyev, yeri cənnəti olsun. Xətai rayon icra hakimiyyətinə, Xətai rayon 2-4 orta məktəbə Ələkbər Əliyevin adını verdi. O gündən bugünə qədər çox yüksək səviyyədə Ələkbərin tədbirləri keçirir, bugünkü kimi. Direktorumuza sağ ol deyirəm. Nigar xanıma ayrıca təşəkkür var. Çünki onun gözəl çıxışları olur. Gözəl balaları üzündən öpürəm. Çox sağ olsun. Eləcə də Murad xanımın məktəbi, hansı ki Ələkbər o məktəbi qutarıb, məktəbin direktoruna, orada iştirak edən tələbələrə, şahidlərə də öz təşəkkür bildirim. Hamınıza çox sağ ol deyirəm. Var olasınız. Qubadlı rayon icra hakimiyyəti, icra başçısı seçiləndə təkrar olmasını yenə deyirəm. Bir tədbir təşkil edərdi. Qubadlı sakinlərin, şəhid ailələri, milli qəhrəmanları dəvət elədi ora və orada belə bir söz dedi ki, çox da mənim xoşuma gəldi. Dedi, o vaxtı qaçqınlıq dövrüydü. Qubadlı rayonun cəmaatı hansı bölgədə, hansı kənddə, rayonda yaşamasına asılı olmayaraq, mən onların qəbul edib, onların dərs səhvində maraqlanmalıyım. Doğrudan da elədi. O vaxtdan bu vaxta qədər bilənlər bilir, Malik müəllim hər bir şəhid ailəsinin yanındadır. Yeni süfrələri ilə, bayram süfrələri ilə, iftar süfrəsi verə bilir. Bizə
necə deyim, can yandırıb, belə deyərdim. Allah ondan razı olsun. Eləcə də Azərbaycan Milli Qəhrəmanlar Cəmiyyətinin sədri Elşən müəllim, mən hərdən oğlum da deyirəm ona, çünki o bizə gələndə 26 yaşı vardı. Belə bir ağır yükün altına girmək, şəhid ailələrinin o qəmli sifətini görmək, onlara səbr eləmək, onların hər bir nazını çəkən belə deyəm, nazını çəkmək, onların yanında olmaq, hər vaxt öz əməyini göstərir. Əlindən gələn nə varsa eləyibdir. Biraz həyəcanlıyam, üzr istəyirəm. Belə deyərdim ki, Ələkbər xoşbəxt bir şəhiddir, milli qəhrəmandır ki, həm Qubadlı, həm Xətai rayonu onu əzizləyir. Şəhidlərimizi hamımız sevirik, hamımız əzizliyirik. Mən də Ələkbərin xanımı kimi bütün şəhid ailələrinin qarşısına baş əyirəm. Yəni, bilirəm ki, şəhid ailələrinin bir xoş sifət onlara nə qədər qürur verir. Hörmətli prezidentimiz İlham Əliyev cənablarına Allah ona can sağlığı versin. Sabah doğum günüdür. Biz də ailəmiz adına təbrik edirik, can sağlığı arzulayırıq, ailəsinə, övladlarına sağlıqlı uzun ömür arzulayırıq. Allah ömrünə bərəkət qalsın. Həmişə gözəl əməllərinə biz ailələri sevindirsin. Bir də şükür edirəm ki, nə yaxşı torpaqlarımız alındı. Həm də şükür edirəm ki, şəhidlərimizin qanı da alındı. Biz hamımız öz doğma kəndimizə getdik, ziyarət elədik. Yəni o yumruq, prezidentin yumruğu sayəsində. Allah hamımızdan razı olsun. Biraz çaşdım, biraz dolaşdım. Yenə də fikrimi bildirdim ki, biz çox istəyirik gözəl millətim, insanlar, canı yanım. Mən elə bilirəm ki, burada olan hamısı həm şəhidləri sevən, həm bizə hörmət edən dəyərli qonaqlar. Sizin hamınızla yenə ailə adına təşəkkür edirəm, çox sağ olun deyirəm. Var olun ki, bugün bizim yanımızda oldun. Həm sevindirilsə, həm sevincli günümüzdə, qəmli günümüzdə bizə təsəlli verdiniz. Sağ olun, var olun.